Məişət zorakılığı bütün dünyada ciddi problem olaraq qalır. Qadınların müdafiəsi və təhlükəsizliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illər bu sahədə hüquqi mexanizmlər gücləndirilib, maarifləndirmə tədbirləri genişləndirilib və risk qrupunda olan şəxslərlə mütəmadi işlər aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi zorakılığın qarşısının alınması və qurbanların müdafiəsi üçün ardıcıl layihələr həyata keçirir. Ölkəmizdə də bu istiqamətdə mühüm hüquqi tədbirlər həyata keçirilmiş və bu istiqamətdə qanunvericilik bazası da təkmilləşdirilmişdir. Xüsusilə vurğulayım ki, məişət zorakılığının qarşısının alınması haqqında qanuna mühüm dəyişikliklər edilmişdir. Komitənin proqramına uyğun olaraq məktəblər və universitetlərdə gender bərabərliyi, sağlam münasibətlər və məişət zorakılığının tanınması ilə bağlı təlimlər keçirilir. Gənclərə zorakılığın yalnız fiziki deyil, həm də psixoloji və iqtisadi formalara izah edilir. Real nümunələr təqdim olunur. Bu kampaniya çərçivəsində Dövlət Komitəsi tərəfindən bu ərəfədə komitənin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində tələbələrin iştirakı ilə müvafiq seminarlar baş tutacaqdır və bu seminarlar hüquqşünas ekspert tərəfindən keçiriləcəkdir və qeyd edim ki, bu təlimlərin keçirilməsində həmçinin digər 8 fərqli universitetin tələbələri də iştirak edəcəkdir. Mediada gender bərabərliyi və peşəkarlıq kimi layihələr gənclərin məlumatlılığını artıraraq zorakılığın ilkin əlamətlərini tanımağa və vaxtında müdaxilə yollarını öyrənməyə kömək edir. Dövlət Komitəsi tərəfindən zorakılıqla mübarizə istiqamətində həmçinin qızların təhsilinə dəstək olmaq prioriteti də əsas durur. Çünki qızların təhsilinə dəstək olmaqla, onları səlahiyyətləndirməklə biz onların gələcəkdə müstəqil bir fərd kimi yetişməsində mühüm rol oynaya bilərik. Və bu istiqamətdə görülən işlərdən danışarkən mən ilk növbədə gənc qızların təhsilinə dəstək layihəsini vurğulamaq istəyirəm. Bu layihə 2021-ci ildən Elm və Təhsil Nazirliyi Təhsilin İnkişaf Fondu ilə birgə əməkdaşlıq çərçivəsində yaranmışdır və son 5 ildə bu layihəni davam etdiyi müddət ərzində 238 nəfər qızın təhsilinə dəstək göstərilmişdir. Bu layihələrdən biri də Arzumuz var qızların təhsilinə dəstək proqramıdır. Qızlar abituriyent hazırlığı kurslarına cəlb edilir və bu kursları uğurla bitirdikdən sonra əgər onlar ali təhsil müəssisələrinə qəbul olurlarsa, bu halda da onların təhsilinə müvafiq dəstək göstərilir. Bu təşəbbüslər gəncləri daha həssas, məsuliyyətli və fəal vətəndaş kimi formalaşdırır. Onlar həm öz həyatlarında, həm də ətraf mühitdə zorakılıq hallarına biganə qalmayan bir nəsil kimi yetişirlər.